The Owl and the Eagle's Daughter. Once a young owl was enjoying the cool moonlight. Flying over a pond, he saw his reflection and thought he deserved to marry a princess. He felt he should ask for a hand of King Eagle's daughter. But owls sleep at times that eagles are awake. At daybreak, he requested his friend, the crow, please convey my proposal to King Eagle. The crow did so. Though unhappy, King Eagle asked the crow, tell the owl to meet me in the high sky at noon. When the owl peeped out at noon the next day, the bright sunshine hurt his eyes. Still, he flew, trying to go higher and higher. Soon he was tired and stopped at the farm to rest. The reality struck him and he returned to his home. He gave up the idea of marrying a princess. The Owl and the Eagle's Daughter. The Owl bayquş deməkdir. The Eagle qartal, daughter-sa qız. Once a young owl was enjoying the cool moonlight. Bir dəfə cavan owl bayquş deməkdir. Cavan bayquş sərin moonlight ay işığıdır. Sərin ay işığından həzz alırdı. Enjoy həzz almaqdır. Flying over a pond, he saw his reflection and thought he deserved to marry a princess. Flying over a pond, bir gölməçənin üzərindən uçmaqla, he saw, o gördü, his reflection, öz əksini, and he thought, o düşündü ki, he deserved, o layiqdir, to marry, evlənməyə, a princess, bir prinsessə. He felt he should ask for a hand of King Eagle's daughter. O felt, yəni hiss etdi, düşündü, yəni ağlından keçdi bu mənada. He should ask for, o gərək ki düşünsün, hand of King Eagle's daughter. Kral qartalın qızına elçi getməyi. But, ancaq, owls sleep at time. Owls bayquşlar sleep yatırlar at time. Həmin vaxtda that eagles are awake. Həmin vaxtda bayquşlar yatırlar. Nə vaxt ki, eagles, yəni ki, qartallar are awake, oyaqdılar. At daybreak, günorta vaxtı, he requested his friend, o öz dostundan xahiş elədi, the crow, qarğadan, please convey, please zəhmət olmasa xahiş edirəm, convey çatdır, my proposal to King Eagle, mənim təklifimi, proposal təklif deməkdir, King Eagle, kral qartala. The crow did so, qarğa elə elədi, yəni oğlun dediyi kimi etdi. Though unhappy, xoşbəxt olmamağa baxmayaraq, unhappy xoşbəxt olmamaq, though da baxmayaraq, King Eagle, kral qartal, asked the crow, qarğadan soruşdu, yəni ask'in bir mənası deməkdir. Tell the owl, bayquşa denək ki, to meet, görüşsün, me, mənimlə, in the high sky, high sky yəni səma, yəni yuxarıda, səmanın yuxarısında, at noon, günorta vaxtı. When the owl, bayquş, peeped out at noon, çölə çıxanda, peeped out, yəni çölə çıxanda deməkdir, at noon, günorta vaxtı. The next day, növbəti gün, the bright sunshine, parlaq günəş işığı hurt, incitdi, ağırtdı, his eyes, onun gözlərini. Still, hələ də, he flew, o uçdu, trying to go higher, daha da yüksəyə, and higher, o daha yüksəyə. Soon, tezliklə, he was tired and stopped at the farm to rest. Tezliklə, he was tired, o yorğun oldu, and stopped və dayandı at the farm, bir fermada, to rest, istirahət etmək üçün. The reality struck him, struck gözünə çarpaqdı, reality isə həqiqət. Həqiqət onun gözünə çarpdı, and he returned to his home. Və o öz evinə qayıtdı. Return qayıtmaq deməkdir, his home isə öz evinə. He gave up the idea of marrying a princess. O bir prinseslə evlənmək fikrindən əl çəkdi. Young owl, cavan bir bayquş, cool moonlight, sərin bir ay işığı, pond gölməçə, reflection, yəni əksini deyəndə məsələn suyun üzərində falan öz əksini görmək bu mənada. He deserved, o layiqdir, to marry, evlənmək,
King Eagle's daughter, Kral Qartalın qızına daughter qız deməkdir. Sleep yatmaq. Awake oyaq. At daybreak günorta vaxtı. Requested his friend öz dostundan xahiş elədi. Crow qartal. Convey çatdırmaq. Proposal təklif. Unhappy yəni kədərli bu mənada. Ask it həm soruşmaq mənası var, həm də xahiş etmək mənası var. Noon günorta vaxtı, sky səma, high yəni yuxarı, meet'ə görüşmək. Peeped out yəni çölə çıxmaq bu mənada. Bright parlaq, sunshine günəş işığı, hurt incitmək. Stop it dayanmaq, form ferma, rest'ə istirahət eləmək. Reality həqiqət, struck yəni gözünə çarpmaq. Return it qayıtmaq. Give up'sa yəni pes etmək bu mənada. Yəni bir şeyi etməyi dayandırmaq, pes etmək. Idea fikir, marrying evlənmək, princess də princess. The peddler and the donkey. Once a peddler loaded sacks of salt on his donkey. While crossing a river, all the salt washed away in the water. When the donkey got up, he felt lighter. He thought, "This is the right way to relieve me from the burden. I will repeat this every day." Soon the peddler realized that the donkey did it on purpose. He decided, "I will teach the donkey a lesson." On the third day, he loaded him with sacks of cotton seeds. As cotton absorbs water, it gets heavier. The donkey again acted to fall in a river, but on getting up, his burden was heavier than before. The peddler, satıcı, and the donkey və uzunqulaq. Once, bir dəfə, a peddler loaded sacks of salt on his donkey. Peddler satıcı loaded yüklədi sacks of salt, bir neçə çuval salt duz deməkdir. On his donkey uzunqulağın üstünə. While crossing the river, çayı keçərkən cross keçmək deməkdir. All the salt, bütün duz washed away, yəni getdi, axdı getdi. In the water, suda. When the donkey got up, uzunqulaq qalxanda, he felt lighter. O daha yüngül hiss etdi. He thought, o düşündü ki, "This is the right way to relieve me from the burden." This is the right way, bu yaxşı yoldur, yəni yaxşı bir üsuldur. To relieve me from the burden, özümü yükdən qurtarmaq üçün. Burden yük deməkdir. I will repeat this every day. Repeat təkrarlamaqdır, every day isə hər gün. Mən bunu hər gün təkrarlayacağam. Soon the peddler realized that the donkey did it on purpose. Soon tezliklə peddler satıcı realized yəni anladı ki the donkey uzunqulaq did it bunu edirdi on purpose qəsdən. He decided o qərarı aldı. I will teach the donkey a lesson. Mən uzunqulağa bir dərs öyrədəcəm. Teach öyrətmək, a lessonsa bir dərs. On the third day, üçüncü gün, he loaded him with sacks of cotton seeds. Burada he satıcını nəzərdə tutur. Loaded him, onu yüklədi. Sacks of cotton seeds, yəni pambıq çuvalları ilə onu yüklədi. Loaded yükləməkdir. As cotton absorbs the water, pambıq suyu özünə çəkərkən, absorb yəni suyu özünə çəkmək deməkdir. It gets heavier, bu daha da ağırlaşırdı. The donkey again acted to fall in the river. Uzunqulaq yenidən cəhd etdi ki, sanki çaya yıxılmış kimi eləsin, yəni acted sanki çaya yıxılmış kimi eləsin bu mənada. But on getting up, ancaq qalxarkən, the burden, yük, was far heavier than before. Yük əvvəlkindən daha da ağır idi. Peddler, satıcı, loaded, yükləmək, sacks of salt, yəni çuvallarla duz, crossing a river, çayı keçmək, washed away, yəni axdı getdi, in the water, suda, got up, qalxanda, felt, hiss etmək, lighter, daha yüngül, relief, qurtarmaq, xilas etmək, yəni rahatlatmaq. Heç bir qısa yol yoxdur. Repeat, təkrarlamaq, yəni çox çalışmaq, əziyyət vermək bu. Realize it, anladı. On purpose, qəsdən.
decided qərarı aldı. Teach öyrətmək. Lesson bir dərs. Third day, on the third day, üçüncü gün. Loaded yükləmək. Cotton with sacks of cotton seeds, yəni ki çuvallarla pambıq. Absorbs, yəni absorbs water, yəni suyu özünə çəkmək. Heavier, daha ağır. Again, yenidən. Acted, yəni elə davranmaq bu mənada. To fall, yıxılmaq. In the river, çaya, yəni çayda. Getting up, qalxmaq. Was far heavier, daha ağır idi. Than before, əvvəlkindən. Burada morallar var. It's important to see the reality and then take decisions. It's important, vacibdir, to see reality, reallığı görmək, and then və sonra take decisions, qərarlar almaq. Yəni ki, reallığı görüb sonradan qərarlar almaq important, yəni vacibdir. There is no shortcut, heç bir qısa yol yoxdur. For hard work, hard work yəni çox çalışmaq, əziyyət çəkmək bu mənada. Yəni ki, çox çalışmaq üçün yəni heç bir qısa yol yoxdur.